Düşüncə tərzi amma necə olmalıdır? Düşüncə tərzi pozitiv olmalıdır. Mən evdən çıxıram, Allahın köməkliyi ilə sağ-salamat işə çatmalıyam. Bəli. Sağ-salamat evimə qayıtmalıyam, ailəmə qayıtmalıyam. Mən ailəmə lazımam. Bunun uğrunda, sağ-salamat qayıtmaq uğrunda mən qaydalardan maşın sürəcəm. Mən yol polisinə görə yox, özüm sağ qalmağa görə qaydalara əməl edəcəm və mən evə sağ-salamat qayıdacağam. Bax, bunu fikirləşmək lazım. Bu leitmotiv olmalıdır və bu his insanı qoruyacaq. Nədən? Kiməsə güzəşt edəcəksən, məni evdə gözləyirlər. Bəli. Kimlənsə dalaşmayacaqsan, mənə problem lazımdır, balam məni gözləyir. Yəni, bax, bunu fikirləşmək lazım. Bu pozitivi ki, məni evdə gözləyirlər, nəyin bahasına olursa olsun, qaydalarla sürəcəm, pis sürücüləri buraxacam, çıxıb getsinlər həyatımdan və mən evimə sağ-salamat qayıdacam. Bax, bu fikirlər pozitiv fikirlərdir. Amal bu olmalı. Bəli. Amal bu.